Salam, mən Aysiyə Şükürova. Bir sual, bir cavab verilişinə xoş gəlmisiniz. Qonağımız narkoekspert Məmmədov Muraddır. Təşəkkür edirəm, dəvətiniz üçün minnətdaram. Narkomaniya artıq orta məktəblərə də ayaq açıb. Sosial şəbəkələrdə hər gün bununla bağlı çoxsaylı faktlar yayılır. Bəs uşaqlarımızı bu təhlükədən necə qoruya bilərik? Gəlin, qonağımızla birlikdə bu vəziyyətdən çıxış yolunu axtaraq. Dediyiniz kimi son vaxtlar narkomaniyanın orta məktəblərə qədər yayılması ciddi narahatlıq doğurur. Bu problem yalnız qadağalarla həll olunmur. Yanaşma həm ailə, həm məktəb, həm də cəmiyyət səviyyəsində olmalıdır. Ən vacib məqam maarifləndirmədir. Uşaqlara sadəcə yox demək kifayət etmir. Onlar narkotiklərin sağlamlığa və gələcəyə real təsirini başa düşməlidirlər. Bu isə açıq və səmimi söhbətlərlə mümkün olur. Ailə mühiti burada həlledici rol oynayır. Valideynlə uşaq arasında etibar varsa, heç nə gizli qalmır. Məktəblərdə də psixoloji dəstək gücləndirilməlidir. Müəllimlər və psixoloqlar riskli davranışları erkən aşkar edib vaxtında müdaxilə etməlidirlər. Eyni zamanda uşaqların boş vaxtının düzgün təşkili vacibdir. İdman, incəsənət və digər fəaliyyətlər onlara sağlam alternativlər təqdim edir. Beləliklə, həm məktəb ətrafında nəzarət, həm də sosial şəbəkələrdə düzgün maarifləndirmə bu problemin qarşısını almaqda mühüm rol oynayır.